Zaten bu günlərin biz deyirik ki, Murad, mənim duam qəbul olmur. Biz başlayırıq dalaşmağa. Niyə duam qəbul olmadığını axtarmırıq? Duam qəbul olmadığını axtarırıq. Əslində biz bilmədən bir çox tərəfdən bağlıyıq. Yaradanı hiss etməkdə, duanı düzgün algılayıb, düzgün ötürməkdə, ondan sonra duanı istəyəcəyin yerdə. Yəni əslində sənin beynin sənin duanın qarşısını alır, amma Yaradan sənə hər şey verir. Sadəcə sən o yola gedib çıxa bilmirsən və sənin o yerə gedib çıxmamağında sən günahkar deyilsən. Sistemdir burada. Burada sistemin böyük bir rolu var. Çünki sən belə görmüsən, belədir, belə də gedir. Sən axına qarşı dayanmaq olarmı? Yox. Olmaz. Çətindir yəni uzun müddət dayanırsan. Mənim bir müəllimim var, Zahid, mənim çox sevirəm onun sözünü. Biz gedən qatara yolda minmişik. Bəli. Bilirsiniz, bax sistem deyirsiz. Bax elə dua ilə bağlı sistemin bizə öyrətdikləri elə dua ilə bağlı olan fikirlərimizə çox böyük mənada təsir edir. Qəbul olmayan dua yoxdur. Yoxdur. Yəni duanı qəbul edən mərci, yəni yer özüdür ki, etdiyiniz duaların ya özünü verirəm, ya daha xeyirlisini verirəm, ya da ki, hansısa bir bəladan dəf edirəm. Digər tərəfdən deyir ki, sizin xeyri bildiyinizdə şər, şər bildiyiniz xeyir var, siz bilmirsiniz, mən bilirəm. Düzdürmü? Yəni, duanın özü haqqında da sistem bizə başqa şeylər dayadıb. Amma təbii ki, hansısa bir addım atarkən, hansısa bir duanın özü də bir aktdır, bir ibadət formasıdır. Bəli. Birinci növbədə inanmaq lazımdır axı. O çox məşhur şey var, yəni hekayə var, yağış duası ilə bağlı. Yəni heç kim çətirlə getmir yağış duası etməyə gedəndə. Doğru. Bax sizin o dediyiniz sözünüzə qüvvət verirəm ki, beynimiz bu formada qarşılır. Özümüz inanmırıq. Bütün məsələlər bizdədir zaten. Biz özümüzü çözsək, cəmiyyəti çözmüş oluruq. Biz dinə yönəldik. Bax, mənə çox maraqlıdır. İndi çıxıbdı bu polo ağacının qoxusu, çıxıbdı nə deyirlər ona? Buxurlar. Biz Allaha duanı, ibadəti qoxu ilə edirik. Niyə? Nədir qoxunun sirri? Məsələn, bizim evlərimizdə deyirlər ki, gəl üzərlik yandıraq, üzərliyin qoxusunu iynə üzərliyin qoxusunu. Yəni, üzərliyi misal üçün evin 4 bir küncünə tök, deyəcəklər hardan bilməm, alam edir. Onları evdə indi duz edirlər. Məsələn, burada əsas məsələ prosedurda deyil, əsas qoxudadır. Qoxunu çıxartmaq istəyirlər, yandıraq, qoxusu çıxsın. Hopdur, yaxşı iynə. Yəni, məsələ nədir burada? İnsanların Yaradan haqqında informasiyası daha az olan vaxtda etdikləri bir şeyləri də bu qoxu ilə. Yəni zaten parfüm sözü dumanla yüksələn deməkdir. Yəni tanrılara mesaj ötürmək idi məqsəd. Amma səmavi dinlərdə bu yoxdur. Qoxu ilə mesaj ötürmək, qoxu ilə Yaradana dua etmək, bu rituallar səmavi dinlərdə yoxdur. Bu ilk dövrlərin insanların Tanrı haqqında, Yaradan haqqında məlumatsız olduğu dövrdə onlar düşünürlər ki, qoxu ilə mesaj ötürürlər. Bugün deyirlər axı. Bugün elədikləri nədir? Təbii ki, bugün çox şeylər olur, amma bu doğrudurmu, yanlışdırmı? Mən yenə deyirəm, mən həqiqət nədir onu deyirəm. Təbii ki, bizim elədiyimiz şeylər var, amma bunun izahı varmı, əsası varmı? Söhbət ondan gedir. Bugün üzərlik yandırmaq sizi rahatlada bilər, amma əmin olun ki, sizi heç bir bəladan, təhlükədən qorumayacaq qoxu. Dua daha effektivdir. Dua daha effektivdir. Amma dini ətirlər və yaxud da ki, dini qoxular deyilən bir şey var. Mən bunu gəlin açaq bu mövzunu burada. Çünki çox həssas bir mövzudur və hər zaman ehtiyat eləmişəm bu mövzunu açmada. Məsəl üçün, Məhəmməd Peyğəmbərin müşk qoxusunu sevdiyini iddia edirlər. Tamam, sevir. Qızılgül qoxusunu, müşk qoxusunu, tamam. Amma müşk qoxusunun heç bir Rabbani izahı yoxdur. Yəni, müşklə siz heç nə edə bilməyəcəksiniz. Sadəcə olaraq o adam sevib, yəni hər şeylə yaxşısını sevib. Qızılgül də bugün parfümeriyanın Queen sayılır parfümeriyada. Amma buna da bir Rabbani anlam yükləmək lazım deyil. Niyə?
Həssas dediyim yer buradan başlayır. Çünki zaman keçir, Avropada fahişələr müşk qoxusundan istifadə edirlər. O peşənin sahibi olduğunu göstərmələri üçün uzaqdan müşk qoxusu bilirsiniz ki, əslində animalistik bir qoxudur. Bizim xatirimizdə müşk qoxusu əla, əntiqə bir qoxu kimi qalır, amma müşk qoxusu elə tər qoxusuna nisbətən yaxın qoxudur, bəli. Natural forması ümumiyyətlə itici bir qoxudur. Bunu yansıtmaq dinlə və yaxud da ki, tamam sən Məhəmmədə bənzəmək üçün, Peyğəmbərə bənzəmək üçün onun sevdiyini sevə bilərsən, istifadə edə bilərsən, amma buna səmavi anlam yükləmə. Çünki bir müddətdən sonra bunu fahişələr istifadə etmişdir. Yəni kobudca desə burada altın vurarsan. Hə. Baxın beləsinə, yəni ehtiyac yoxdur qoxulara bir anlam yükləməyə. Məsəl üçün biz bir dəfə bir araşdırmada ilə kanalların birində bu haqda araşdırma olmuşdu. Tövratda qoxularla bağlı qadağan olunan qoxular və mən orada demişdim ki, qadağan olunan və buna görə o qoxuyan səbəbimizə Tövratda Çıxış surəsində idi. Yəni bu qoxunu hazırlayanı öldürün deyə keçir. Amma o qoxuya belə bir səmavi anlam yüklənmirdi. O qoxunun məqsədi var idi, missiyası var idi. Sadəcə olaraq dinlərin təbliğ etdiyi sizdən yaxşı qoxu gəlsin, təmiz olun, pak olun. Baxın, paradoksa gətirəcəm də. Təmiz olun, xoş qoxu gəlsin sizdən. Hətta məsəl üçün soğan və ya da ki, sarımsaq yeyərək məscidə getmək düzgün sayılmır. Məsəl üçün mən etmişdir Məhəmməd Peyğəmbər insanları bundan. Niyə? Çünki narahat edirsən. Burada məqsəd o deyil ki, soğanın qoxusu şeytani bir şeydir. Yox, narahat edirsən. Zaten dinin təməlində o adamın, yəni təbliğatın təməli nə idi? Narahat etməyəcəksən, düzdürmü? Amma baxın, pis qoxulardan mən edir, yaxşı qoxular təbliğ edir də. Amma siz Kəbəni ziyarət edərkən tamamilə qoxusuz olmalısınız. Hətta qoxusuz sabundan istifadə etməlisiniz. Əgər qoxu Rabbani, səmavi bir şeydirsə, niyə Kəbə evinə qoxusuz girirsiniz? Cəlb etmək üçün. İndi səbəbləri çox ola bilər. Amma demək ki, tamam deyilər ki, ən yaxşı, ən bahalı ətrinizi vurun, gəlin. Yox. Qoxudan arının, qoxusuz sabunlardan istifadə edin. Yuyunun, bədəninizə artıq qoxu olmasın. Olduğunuz kimi gəlin, bəlkə də, bilmirəm, dinşünaslar daha yaxşı bilər buna. Yəni, niyə Kəbəyə gedərkən müşk qoxusu vurun, gəlin deyilmir. Bunu Məhəmməd Peyğəmbər sevirdi, qızılgül qoxusunu sevirdi. Təyinatı başqadır. Təyinatı başqa idi, başqa yerdə idi. Mesaj ötürmək üçün deyildi.